President of the Republic of Azerbaijan Ilham Aliyev, First Lady Mariban Aliyeva, and President of the Italian Republic Sergio Mattarella, who is on an official visit to Azerbaijan, attended the inauguration of the first campus of the Italy-Azerbaijan University in Baku on October 1. Rector of ADA University Hafiz Pashayev briefed President Ilham Aliyev, First Lady Mariban Aliyeva, and President Sergio Mattarella on the new campus and the surrounding park. They then viewed an exhibition of agricultural products from Azerbaijan and Italy organized within the campus. The initiative to establish the Italy-Azerbaijan University was proposed by President Ilham Aliyev during his state visit to Italy in 2020. To implement the project, academic cooperation agreements were signed in 2022 between ADA University and 5 leading Italian higher education institutions: Luis Guido Carli University, Sapienza University of Rome, Polytechnic University of Turin, Alma Mater Studiorum, University of Bologna, and Polytechnic University of Milan. This collaboration brings Italy's expertise in supporting small and medium-sized enterprises, creative industries, craftsmanship, and technological development to Azerbaijan through education and research. It plays a crucial role in training future specialists for key sectors of Azerbaijan's economy, particularly engineering, agriculture and the food industry, architecture, and design. The foundation for the university buildings was laid in 2022 in Baku with the participation of the foreign ministers of both countries. Student admissions began in 2023 at the master's level. Currently, 538 students are enrolled in 8 bachelor's programs and 102 in 2 master's programs, including 3 dual-degree specializations. The programs cover electrical and electronics engineering, architecture, interior and communication design, urban planning, agriculture and food technologies, animal husbandry, and various management fields. In addition to bachelor's and master's programs, professional development and certification courses for specialists are also offered. The campus will feature classrooms along with 6 research laboratories and 7 teaching laboratories developed in collaboration with the University of Bologna and the Polytechnic University of Milan, equipped with modern technologies. It also includes a library with materials related to architecture and urban planning, landscape and photo-video studios, and various design workshops. The teaching workshop serves as a space for practical instruction, providing technological and digital capabilities for working with different materials. It will function as a collaborative space for students and researchers, with the results of their work shared with industry and business structures through a dedicated design and creativity center, a hub where education and research meet the real business world. The campus also features a market square symbolizing Azerbaijan's historical role on the Silk Road. Once a year, students and faculty will gather here to present their projects to the business community. These exhibitions will foster trilateral cooperation between the university, industry, and the state at both local and international levels. The implementation of this project is a testament to the high level of humanitarian cooperation between Azerbaijan and Italy and reflects the close and sincere relations between the two nations. It also contributes to the development of Azerbaijan's education system by incorporating Italian expertise. After touring the campus facilities, President Ilham Aliyev, First Lady Mariban Aliyeva, and President Sergio Mattarella met with leaders of Italian universities visiting Azerbaijan, as well as professors and students of the Italy-Azerbaijan University. Muhterem Cenab Prezident İlham Aliyev, Muhterem Prezident Sergio Mattarella, Muhterem Mehriban Hanım, ülkemizin 1. Vitse-Prezidenti. Ben sizi samimi qəlbdən, çox həyecanla və iftixarla bu yeni binada salamlayıram. Həmçinin mən istəyirəm Azərbaycanın və İtaliyanın rəsmilərini, bizim professor müəllim heyətini, tələbələri salamlayım və alqışlayım. Sizə hamınıza xoş gəlmisiniz deyim. 5 yıl bundan evvel Prezident İlham Aliyev'in
İtalya rəsmi səfəri zamanı prezident təşəbbüslə çıxış elədi və İtalya-Azərbaycan Universitetinin yaranması haqqında bir təklif irəli sürdü. O zamandan işlər başladı və 2022-ci ildə artıq Roma şəhərində biz 5 İtalya Universiteti ilə birlikdə müqavilələr qol çəkdik və beləliklə niyyətlər konkret işlərə keçdi. Ondan sonra əlbəttə Cənab Prezidentin böyük bir bizə hədiyyə kimi yeni İtalya-Azərbaycan Universitetinin Bakıda kampusunu yaratması hakkında sərəncam verdi. Bugün görürsünüz, biz indi həmin bu üniversitetdəyik, bu gözəl üniversitetdir. Artıq 2 bina bu üniversitete məxsusdur. Biri kənd təsərrüfatı və qida elmləri, digəri isə dizayn və arxitektura fakültəsi. Bugüne kadar tek, elbette bu nailiyyət deyil. Bugüne kadar biz demek təhsil sayesinde, təhsilin təşkili sayesinde de işler görmüşük ve diyebilirim ki bugün bizim 640 tələbəmiz var. Onlardan demek 112'si magistr tələbələridir, qalanı bakalavr tələbələridir və hətta deyə ki ilk qəbulumuz bizim 2023-cü ildə olub və onun artıq məzunları da bu il Louis Üniversiteti ilə elədiyimiz magistr proqramını başa vurublar və məzun olublar. Mənim əlbəttə sizin vaxtınızı çox almaq istəmirəm. Ama ben bir şey demək istəyirəm. Bu üniversitetin yaranmasında hem İtalya tərəfi, hem İtalyanın 5 üniversiteti, Louis, Politecnico Milano, Politecnico Torino, Sapienza ve Bologna, esas da o binanın üyesi Bologna Üniversiteti'ne məxsusdur ki, bu kənd təsərrüfatına aiddir. Deməyim odur ki, bu işler artık görülüb ve bu işlerde çok şirketler iştirak edib, onların bu işe elədiyi töhfə çok değerlidir. Ben indi hamısını sadalamaq istəmirəm, amma doğrudan da bu iş elə bil ki bir təhsilə olan həvəs o kadar böyükdür ki, her bir adamda, her bir şirkette, ona göre biz çok büyük kömək görmüşük. Onu diyeyim ki çok həvəslə bu iş görülüb ve Cənab Prezident bu imkanı bize verdiğinize göre size çok teşekkür edirik. Bu doğrudan da heyecan doğuran bir işti ve bunun devamı olacak tabii ki. Ama bugüne elədiyimiz işler elə bilirəm ki müəyyən təsəvvür yaradır ki bizim niyyətlərimiz nədir, hara gedirik və ümumən bizim ölkənin təhsilinə daha artıq töhfə vermək fikrindəyik. Mən bilirəm ki hər iki ölkədə bu təhsillə bağlı çox işlər görülür və hətta bizim partnyorlar bu işte bize kömək eləyərək onun öz təcrübəsini həvəslə bizə ötürürlər və bu mənada mən xüsusi ona diqqət yetirmək istəyirəm ki, hal-hazırda 26 doktorant bu iki üniversitette, Bologna Üniversiteti'nde, sonra Polimi'de
və hətta biri də təzəlikdə Turində də. Turində bizim o injinerlik sayəsində doktoratlarımız var. Mən hər iki prezidentin təhsilə verdiyi diqqəti və dəstəyi xüsusi qeyd eləmək istəyirəm. Həm prezident İlham Əliyev, həm prezident Sergio Mattarella, hər ikisi təsadüfi deyil ki, bugün bu mərasimdə razılıq verib gəlib bu binaların açılışını eləyirlər bir yerdə bizimlə. Ona görə bizim universitetin adından, tələbələr, müəllimlər adından hər ikinizə çox böyük təşəkkür edirəm. Çox sağ olun. İndi isə mən istərdim ki, Prezident İlham Əliyev bizim bu xoş günümüzdə, bayramımızda bizə tövsiyələrini və fikirlərini söyləsin. Çox sağ olun. Sağ olun. Hörmətli cənab prezident, hörmətli qonaqlar, tələbələr, müəllimlər, xanımlar və cənablar, bugün İtaliya-Azərbaycan əlaqələrinin tarixində çox əlamətdar bir gündür. İtaliya-Azərbaycan Universitetinin binalarının açılışını biz qeyd edirik. Mən keçən il Romada Prezident Mattarella ilə görüşərkən ona bu haqda məlumat verdim və onu Azərbaycana rəsmi səfərə dəvət etmişdim. Və şadam ki, cənab prezident mənim dəvətimi qəbul edib Azərbaycana ikinci dəfə rəsmi səfərə gəlib və səfər çərçivəsində bu gözəl təhsil ocağının açılışını biz birlikdə qeyd edirik. Əslində, Prezident Mattarellanın rəsmi səfərinə bu tədbirin salınması onu göstərir ki, həm İtaliya, həm Azərbaycan bu sahədəki əməkdaşlığa çox böyük əhəmiyyət verir. Və əminəm ki, universitetin gələcəyi çox parlaq olacaq. Bu, nəinki Azərbaycanda, dünya miqyasında öz layiqli yerini tutacaq. Universitetin məzunları isə Azərbaycanın inkişafına öz töhfələrini verəcəklər. Burada oxuyan və oxuyacaq tələbələr gələcəkdə Azərbaycanın inkişafına əminəm ki, çox böyük dəstək verəcəklər. Çünki sir deyil ki, hər bir ölkənin inkişafı onun elmi və təhsil potensialından qaynaqlanır. İnkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq, görərik ki, bu ölkələri inkişaf etmiş ölkələr edən məhz biliklərdir, təhsildir, texnologiyalardır. Və bugünkü dünyada texnoloji inkişaf hər bir ölkənin uğurunu müəyyən edir. Təbii resurslarla zəngin olan ölkələr kimi Azərbaycan ilk növbədə təbii resurslardan gələn gəlirləri insan kapitalına yönəltməyə çalışmışdır. Çünki biz gələcəyə baxmalıyıq. Yenə də deyirəm, neft, qaz, təbii resurslar hələ o demək deyil ki, bu ölkələr uzun müddətli, dayanıqlı inkişafa malik olacaqlar. Bu inkişaf qısa müddətli ola bilər. Uzun müddətli, dayanıqlı inkişaf məhz biliyin, texnologiyanın, təhsilin səviyyəsinin üzərində qurulur. Ona görə biz Azərbaycanda bu sahəyə böyük diqqət yetirərək artıq uzun illər ərzində bir çox önəmli proqramlar icra eləmişdik. Mən prezident vəzifəsinə seçiləndən sonra demək olar ki, dərhal göstəriş vermişdim ki, Azərbaycan vəsaiti hesabına dünyanın aparıcı ali məktəblərinə Azərbaycan gəncləri ezam edilsin, onların bütün xərcləri dövlət tərəfindən ödənilsin və onlar yaxşı oxuyub vətənə yaxşı mütəxəssislər kimi qayıtsınlar. Bugünə qədər dövlət xətti ilə təhsil alan, dünyanın aparıcı ali məktəblərində təhsil alan tələbələrin sayı minlərlə ölçülür. Ondan sonraki mərhələdə
qərara gəldik ki, eyni zamanda Azərbaycanın daxilində təhsil sisteminin inkişafı ilə bağlı beynəlxalq əməkdaşlıq məsələlərinə də diqqətlə yanaşaq. Və artıq Azərbaycanda bir neçə xarici tərəfdaşlarla birgə universitet fəaliyyət göstərir və növbəti universitet İtaliya-Azərbaycan Universitetidir. Bu universitetin özəlliyi bundan ibarətdir və burada rektor Hafiz Paşayev bunu qeyd etdi ki, 5 aparıcı İtaliya Universiteti ilə birlikdə, ADA Universiteti ilə birlikdə bu universitet qurulmuşdur. Və əlbəttə ki, İtaliya-Azərbaycan strateji tərəfdaşlıq əlaqələrini nəzərə alaraq biz əminik və ümid edirik ki, bu Azərbaycanın aparıcı təhsil ocaqlarının birinə çevriləcəkdir. İtaliya Azərbaycanla artıq uzun illər strateji tərəfdaşlıq əsasında münasibətlər qurmuşdur. Biz sözün əsl mənasında strateji tərəfdaşıq, çünki bizim əməkdaşlığımız strateji xarakter daşıyır, qısa müddətli deyil, uzun müddətlidir. Eyni zamanda ildən ilə bizim əməkdaşlıq çərçivələrinə yeni istiqamətlər əlavə olunur. Energetikadan başlamış, sənaye istehsalına qədər uzanan və bugün təhsil sahəsini əhatə edən əməkdaşlıq sözün əsl mənasında strateji xarakter daşıyır. Dünən Prezident Mattarellanın rəsmi səfəri zamanı həm rəsmi açıqlamalarda, həm apardığımız danışıqlarda biz bunu qeyd edirdik ki, İtaliya-Azərbaycan əməkdaşlığı məsəl üçün energetika sahəsində böyük bir inkişafa yol açmışdır. Cənub qaz dəhlizinin tərkib hissəsi olan TAP layihəsi böyük dərəcədə Prezident Mattarellanın şəxsi dəstəyi nəticəsində mümkün olmuşdur və əgər o vaxt bu həll olunmasaydı, bugün biz Avropa məkanına bu qədər təbii resurslar ixrac edə bilməzdik. Biz də ondan əziyyət çəkərdik Avropa məkanında. Bugün Azərbaycan qazı 8 Avropa İttifaqına üzv ölkənin enerji təhlükəsizliyini dəstəkləyir və bu coğrafiya genişlənir və burada İtaliya-Azərbaycan əməkdaşlığı həll edici rol oynamışdır. Qaz təchizatına görə Azərbaycan İtaliya bazarında ikinci yerdədir. Neft təchizatına görə birinci yerdədir. Əminəm ki, təhsil sahəsində də İtaliya bizim üçün birinci nömrəli tərəfdaş olacaq. Hər halda burada gördüklərimiz və artıq fəaliyyətə başlamış universitetin deməli, uğurları bunu deməyə əsas verir. Artıq yüzlərlə tələbə oxuyur. Biz bugün burada rəhbər heyətlə də tanış olduq. Burada beynəlmiləl müəllim heyəti qurulubdur. Həm İtaliyadan, həm Azərbaycandan. Xarici tələbələr də var və bu çox gözəl bir ovqat yaradır. Əminəm ki, burada oxuyan və buradan məzun olacaq tələbələr gələcəkdə İtaliya-Azərbaycan dostluğunun elçiləri olacaq. Hər halda Azərbaycan tələbələrinin, burada oxuyan tələbələrinin gələcəyi İtaliya ilə bağlı olacaq. Onlar İtaliyanı daha yaxından tanıyacaqlar, onun mədəniyyətini, onun inkişafını, onun uğurlarını və burada bir çox məqsədlər təmin ediləcək. İlk növbədə Azərbaycan iqtisadiyyatı üçün gələcəkdə güclü kadr potensialı yaradılacaq. Bizim təhsil sahəsinin təkmilləşməsi məsələləri öz həllini tapacaq. Biz ən müasir və mütərəqqi təhsil sisteminə qoşulacağıq və eyni zamanda Avropa İttifaqının aparıcı ölkələrindən biri olan İtaliya ilə bizim dostluq əlaqələrimiz daha da güclənəcək. Və bütün bu amilləri nəzərə alaraq bir daha görürük ki, vaxtında atılmış addımlar və düşünülmüş addımlar gözəl nəticələrə gətirib çıxarır. Burada qeyd olundu.
Bu universitetin yaradılması təşəbbüsü cəmi 5 il bundan əvvəl irəli sürülmüşdür. Romada Azərbaycan səfirliyin binasında yerləşən mədəniyyət mərkəzində sənədlər mübadiləsi olmuşdur. Ondan sonra mənim tərəfimdən sərəncam imzalanmışdır. Ondan sonra Azərbaycan dövlət büdcəsindən bu binaların bütün infrastrukturun yaradılmasına vəsait ayrılmışdır və bugün 2025-ci ildə biz bu gözəl binaların açılışını qeyd edirik. Bu doğrudan da gözəl hadisədir. Bu təhsil ocağı İtaliya-Azərbaycan dostluq ocağı olacaq. Hər birinizi bu münasibətlə təbrik edirəm. Prezidentə bu tədbirdə bizimlə bərabər olduğu üçün bir daha təşəkkürümü bildirirəm. Sağ olun. Cənab Prezident, hörmətli xanım, birinci vitse-prezident, ADA Universitetinə və rektora söylədiyi sözlərə görə dərin təşəkkürümü bildirirəm. Onunla birgə buraya gəlmiş Luis Universitetinin, Milan və Turin universitetlərinin, eləcə də Bologna və Roma universitetlərinin rektorlarını, prorektorlarını salamlayıram. Cənab Prezident, mən özüm də illər öncə Roma universitetini bitirmişəm. İtaliya-Azərbaycan universitetinin dosentlərini, eləcə də indicə tanış olduğumuz bu cür möhtəşəm şəhərcikdə təhsil alan və alacaq tələbə qızları və oğlanları xüsusi səmiyyətlə alqışlayıram. Şəhərcik böyük təəssürat bağışladı. Onun binasının funksionallığını və gözəlliyini yüksək dəyərləndirirəm. Mən şəxsən bu təşəbbüsdən olduqca məmnunam. Onun Azərbaycanla birgə reallaşdırılmasından İtaliya fərəh hissi duyur. Bu universitet nəinki geniş imkanları, resursları, tədqiqat və tədrisi, dosentləri, təhsil alan gənc Azərbaycanlı və İtalyan tələbələri bir araya gətirir. O cümlədən Azərbaycan ilə İtaliya arasında yüksələn xəttlə artan, intensiv və geniş dostluğu əks etdirir. Bu təşəbbüsün həm rəmzi, nümunəvi mahiyyəti var, həm də o əməkdaşlığımızın tacıdır. Və Prezident Əliyevin xatırlatdığı kimi özünü müxtəlif formalarda və sektorlarda, yəni enerjidən tutmuş iqtisadiyyat və sənaye sahələrində biruzə verir. Həm də bu məkan ölkələrimizi, onun vətəndaşlarını sıx bağlayan mədəniyyəti, elmi tədqiqatları, təhsili təcəssüm etdirir. Azərbaycana yenidən gəlmək məqsədi ilə məni nəzakətlə dəvət etdiyinə görə Prezident Əliyevə dərin təşəkkürümü bildirirəm. Bu cür möhtəşəm tələbə şəhərciyini açmaq münasibəti ilə mənə etdiyi dəvətdən şərəf hissi duyuram. Həqiqətən olduqca minnətdaram. Bütün bunları diqqətini öz vətəndaşlarının rifahına yönəldən, onların həyatına qayğı ilə yanaşan, gələcəyi haqqında düşünən ölkələrimiz arasında münasibətləri nümayiş etdirmək fürsəti kimi görürəm. Bakı və Roma nəinki coğrafi baxımdan təmaslar tarixini yazıblar, hətta ticarət baxımından kəsişən yollar vasitəsilə mallar və məhsulların mübadiləsi səlnaməsini yazıblar. O cümlədən öz bilikləri, perspektivləri, dostluq və əməkdaşlıq planları ilə də bölüşüblər. Bunların İtaliya-Azərbaycan Universiteti timsalında bu cür səmərəli, konkret formada və yüksək keyfiyyətlə yenilənməsi həmçinin bütün beynəlxalq ictimaiyyətə bir ismarışdır. Bu əməkdaşlıq bacarıqları, istedadları, resursları və perspektivləri tamamlayır.
Cənab Prezidentlə birlikdə universitetin bu cür möhtəşəm binasını görməkdən çox məmnunam. Bu təhsil ocağı dosent və tələbələrə nəinki tədqiqatlar aparmaq, işləmək, öyrənmək, bilikləri fəal şəkildə artırmaq imkanı verəcək. Eləcə də bu ərazidə universitet həyatını duymaq fürsətini yaradacaq. İnkişaf perspektivləri haqqında düşünərkən, belə inkişaf meyllərinin Azərbaycanın bütün ərazilərində geniş vüsət almasını arzulayıram. Beynəlxalq əhəmiyyətli təşəbbüslərin burada çox olmasını istərdim. Bu cür birgə perspektivlər İtaliya, Azərbaycan universitetimizin rolunu daha da artıracaq. Universitetin əks etdirdiyi və ifadə etdiyi mədəniyyət biliklərin daşıyıcısı kimi ismarışları daha səmərəli edəcək. Bu münasibətlə burada təhsil alan və alacaq tələbə qızlara, oğlanlara ən böyük təbriklərimi çatdırıram. Onlar nəinki öz ölkəsinin təhsil ocağında təhsil alacaq, eləcə də bizim ölkənin digər təhsil ocaqlarındakı tələbələrlə, dosentlərlə və tədqiqatçılarla virtual deyil, real və səmərəli şəkildə əlaqə saxlamaq imkanını qazanacaqlar. Həmçinin bizim tələbələr, dosentlər və tədqiqatçılar Azərbaycanlı həmkarları ilə təmas quracaqlar. Biliklər bu cür dərinləşir. İmkanların miqyası artır. Bu halda həmin təcrübə və təşəbbüs inanılmaz dərəcədə dəyərli alətə çevrilir. Bildirmək istərdim ki, Prezident Əliyevlə iştirakçı universitetlərin gördüyü iş, o cümlədən böyük əhəmiyyətli nəticələr vermiş, həmin qeyri-adi təşəbbüs haqqında artıq danışdıq. Bütün bunlar həmin təhsil ocağının ərsəyə gəlməsi ilə bağlı təşəbbüsün və məramın düzgünlüyünü göstərir. Gördüyümüz işlərə görə sizə sağ ol deyirik. İtaliya bu təşəbbüsdə Azərbaycanla birgə iştirak etməkdən fərəhlənir. Cənab Prezident, həqiqətən çox məmnunam ki, biz beynəlxalq səviyyədə bu cür əhəmiyyətli nümunə göstəririk. Yəni, əməkdaşlığın dərinləşməsi və inkişafı, istedadlı gənclərimizin təhsili təmin edilir. Ağır münaqişə və toqquşmalarla səciyyələnən hazırki beynəlxalq vəziyyət fonunda biz məmnuniyyətlə əməkdaşlıq edirik. Nəinki iqtisadiyyat, sənaye sahələrində, o cümlədən mədəniyyət, gənclərin təhsili, onların formalaşdırılması sahəsində çalışırıq. Bəşəriyyət isə hər zaman bu yolda olmalıdır. Bəşəriyyəti irəliyə aparan yalnız gənclər olacaq. Qlobal səviyyədə çox işlər görmüşük. Mədəniyyət, təhsil və tədqiqatların dərinləşməsi olmadan bu çağırışlar qarşısında dayanmaq mümkün olmayacaq. Bu amal İtaliya-Azərbaycan Universiteti tərəfindən dəyərləndirilir və onun üçün əməkdaşlıq aparılır. Gördüyünüz işlərə görə təşəkkür edirəm. Rektorları, dosentləri və tələbələri təbrik edirəm.